Salam dostlar. Hal-hazırda partladan bombaların həm o tərəfdə bizdən, həm də bu tərəfdə bizdən. Yəni ki, iki tərəfdən də partladan ximikat şeyləri qarışır. Havada yağış yolu ilə gətirirlər bura. Düzdür, onu kübrə halına düşür, yerə düşəndə də çəkir yer. Amma nə qədər ki o havada qalır, havadan hələ ki sorulmuyor, o insana ziyan edir. Mütləq şəkildə o demək deyil ki, nəfəs alanda boğulasan, hiss eləyəsən. Sizin bilmədiyi çox elə bil ki, havada mənə elə gəlir ki, çoxlu xəstəliklər, meyli şeylər var. Özünüzün gələcəkdəki illərinizin normal olmasını istəyirsinizsə, bədəndə daha çox pis xəstəliklərə meyil olmasını istəmirsinizsə, mütləq şəkildə savadlı həkimlərlə məsləhət al, vitaminləri və bəzi şeyləri istifadə elə ki, başqa xəstəliklər oyanmasın. Mən sizə bunu əmin olaraq deyirəm. Bəzi efirlər bunu deməyə bilərlər. Çünki dünya mediası insan azaltmaq məclisi ilə məşğul olub, ona qarşı kim danışırsa onlara çox o efirə çıxartmır. Bunu əmin olaraq deyirəm sizə.